Bismillahirrahmanirrahim. Təşəkkür edirəm əziz bacı və qardaşlarım sizlərə. Sayğı ilə, diqqətlə qulaq astınız və 20 yanvarla bağlı fikirlərimi qeyd etdim. İndi sabah da bilirsiniz ki, Rəcəb ayının 27-sidir. Yəni, hər zaman Rəcəb 27 deyəndə bizim zihniyyətimizdə məbəs var. Bəli, bugün o məbəsin bir başlanğıc gecəsidir. Yəni, bu gecə məbəs gecəsidir. 27 Rəcəb, sabah da yanvar ayının 17-sidir. Bəli, bu gecəni Qədir gecəsinə bənzədirlər. Bu gecəni fəzilətli bir gecə kimi təqdim edirlər. Hədislərdə qeyd olunur. Hətta hədislərdə qeyd olunur ki, məbəs günündə tutulan bir gün oruc 70 illik günahların bağışlanmasına bir vəsilədir. Və bu gecə imkan varsa qüsl edək, müstəhəbbi qüsl, vacibi qüsl deyil. Niyyət edək ki, Rəcəb ayının 27-si Allah Rəsulunun Peyğəmbərliyi verilən günü, eyni zamanda boynumuzda qəza oruc varsa, Ramazanın qəzası, onu da niyyət eləyək, qurbətən ilallah deyərək, sabah Allaha xatir oruc olaq. Bu, orucluğumuzun əsas fəlsəfəsi, hədəfi Peyğəmbər hədiyyədir. Ya Rəbbim, mən də özümü Allah Rəsulunun əsgəri olaraq, səhabəsi olaraq, dostu olaraq hiss edirəm. Bugün İslam Peyğəmbəri deyəndə ən əzəmətli bir varlıq haqqında biz danışırıq. Bax, bu sözə diqqət edin, xahiş edirəm. Əgər biz İslam Peyğəmbərinin şəxsiyyəti haqqında danışırıqsa, ən əzəmətli bir varlıq haqqında danışırıq. Bu nə deməkdir? Kimisə tərif edəndə ondan da yüksək bir insan olur da, əgər burada oturan hər bir insanın birinə fərd olaraq tərif versək, onun atasına da tərif veririk. Digər dostlara da tərif veririk. Amma yaranmışların içində Peyğəmbərdən yuxarı bir varlıq yoxdur. O bir əsrə aid deyil, əsrlərə aiddir. Hədə varlıq aləmi deyəndə, hələ Peyğəmbər yox ikən, onun ruhu göylər aləmində Allah Rəsulu Peyğəmbər olaraq bu məqama çatmışdı ki, hələ bəşər olaraq dünyada yox ikən Allah onun ruhunu yaradıb və Peyğəmbərlik elan etmişdir. Qısa olaraq Allah Rəsulu haqqında deyirəm. Allah Rəsulu 63 il şərəfli bir ömür yaşadı. 40 il insanlara əməli ilə doğruluğu, güvəni, əmniyyəti, etibarlı insan olmağı göstərdi. 23 il sözü ilə Allahın əmrini vəhy vasitəsilə insanlara çatdırdı. Nəticə itibarilə İslam dini qiyamət gününə yaşayacaq, qiyamət gününə qədər davam edəcək. Allah Resulullah haqqında və innəkə lə'alə xuluqun azim buyurmuşdur. Ey Peyğəmbər, sən həqiqətən böyük bir əxlaq sahibisən. Bütün əxlaqi keyfiyyətlər, güvən, qeyd etdiyimiz kimi, doğruluq, əmniyyət, etibarlı olmağı Allah Rəsulundan bizə öyrəndik. Məbəsdən alacaq dərslərimiz çoxdur. İslamın mahiyyəti bundan ibarətdir. Doğruluq, güvən, etibarlı olmaq. Ona görə sabah Rəcəbdir, Rəcəbin 27-sidir və son günlərini yaşayırıq. Allah Teala son Rəcəblərdən qərar verməsin inşallah. Allah aqibətimizi, axirətimizi xeyr eləsin. Və sizdən bir duaya ürəkdən amin deməyini istəyərdim. Mən içəri daxil olanda mənə bir kağız verdilər. Hacı Ceyhun qardaşımız, 50 balamız 16 yaşı var, xəstədir, çox ağır xəstədir. Xəstəliklər çoxalıb bilirsiniz.
dualara da ehtiyacımız var. Onların son ümid yerləri duadır. Ey mənim Rəbbim, Əli balamıza və onun timsalında olan bütün xəstələrimizə, niyyətdə olan xəstələrimizə acil şəfalar ver. Allahım, bilərəkdən, bilməyərəkdən etdiyimiz xətaları, üsyanları, nisyanları bağışla ya Rəbbim. Heç bir valideyni övladının qarşısında xəcalətdə eləmə. Heç bir övladı dostunun yanında, atasının, anasının yanında, yaxınlarının yanında baş aşağı eləmə. Ürəyimizdən nə niyyətlər keçir ya Rəbbim. Sənə and verirəm, şəhidlərimizə xatir Allah onlara əlac olmayan, bəzən həkimlər deyir ki, bunun əlacı yoxdur. Amma ümidlər qırılmaz. Allahım, Əş-Şafi adına xatir onlara şəfa ver. Bizi növbəti cümləyə çatdırmağı nəsib elə. Bismillahirrahmanirrahim. Peyğəmbər və onun ailəsinə, şəhidlərimizin ruhlarına, Muhammed Ali Muhammedə xatir salavat. Allah.